Salam əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, xoş gördük. Bugün 2 qonağım var, duet ortağı. Mənə maraqlıdır, onların yolu hardan kəsişdi? Ümumiyyətlə bu xanım necə oldu ki, bir bəylə duet eləmək fikrinə düşdü? Biraz onun xarakterini biz tanıyırıq. Danışacağıq indi. Əgər yurdumuzun insanı radiolarını açıb bizi qonaq dəvət edirsə, biz də sizi öz radiomuza qonaq dəvət edirik. Yaxşı söhbətlərimiz olacaq. Əhvalınız yüksəlsin. 90.7 FM-də qalın. Biz buradayıq, gəlmişik. Yurd FM-də qonağımız tarifaçımız Humay Qədimova. Humay Qədimova və onun duet ortağı deyə, belə deyə ən çox eşitdik, amma dəyərli bir xanəndədir. Məzahir Fikrətoğlu. Xoş gəlmisiniz bir daha. Elə onların ifasında mahur təsnifini eşitdilər. Müşayiətdə Humay xanım idi, ifada Məzahir bəy idi. Söhbətlərimizə də başlayacağıq ən şirin yerindən, amma səhər-səhər bir neçə saat öncə aldığımız bir xəbərlə Azərbaycan Respublikasının xalq artisti, tarifaçımız Tarzən Ramiz Quliyev dünyasını dəyişdi 82 yaşında. Allah rəhmət eləsin dəyərli sənətkarımıza. Bizim dəyərli sənətkarımız tar ifaçılığının mən deyərdim sütunlarından və öz dəsti xətti ilə salib seçilmiş virtuoz böyük sənətkarımız həqiqətən də. Yəni Ramiz Quliyevi biz şəxsən mən uşaqlıq yaşlarından hər zaman televiziyalarda baxıb, izləyib və bu sənətə gəlmişik. Gələndən sonra da onun ifalarının peşəkarlığını, yəni göstərdiyi bütün o konsert nümunələri və sair kimi ifalarına baxmışıq, şövq alıb və özlərimizdə çalışıb bu sənətə gəlmişik. Allah rəhmət eləsin. Çox təəssüf hissi ilə qeyd eləmək istəyirik ki, yəni Ramiz Quliyev doğrudan tarz sənətində çox böyük bir izlər qoyub. O həm muğam yaradıcılığında, muğam ifaçılığında bütün muğamlarımızı, həm klassik bəstəkar əsərlərimizi demək olar ki, tar ifaçılarından yeganə tar ifaçısıdır ki, simfonik orkestrla, böyük simfonik orkestrlə dəfələrlə onun böyük bir konsertləri, xalq çalğı alətləri orkestri ilə böyük bir töhfələr qoyub getmiş. Hətta yəni onun gənc hardasa 88-89-cu illərdə trio şəklində də Allah can sağlığı versin Şəfiqə Eyvazova o və xanəndələrlə bir neçə onların trio. Yəni çox şahanlı sənətkar olub və tar ifaçılığını təkcə solist kimi deyil, onun bütün belə deyək, şaxələrindən bəli istifadə edib. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Ailəsinə, övladı dəyərli gənc sənətkar, dirijor Eyüp Quliyevə də öz başsağlığımızı verir. Bütün sənət dünyasına başsağlığımızı verir. Doğrudan da böyük sənətkarı itirdik biz. Allah rəhmət eləsin. Sənətkarlar cismən bu dünyadan gedirlər. Onsuz da onlar ölmürlər. Çünki onların işləri, sənətləri, qoyduğu izlər bir əsr boyu, 100 əsr boyu hələ yaşayır. Onlar bir əfsanəyə çevrilirlər. Allah rəhmət eləsin. Bir ömürdür. Hər kəsə bir ömür verilib. Allah gecindən versin deyilən bir ömür var. Yaşlanmağı, qocalmağı nəsib etsin deyilən bir ömür var. Çox şükür ki, Ramiz müəllim bu sənətdə saç ağarda bildi. Sənətdə o doğrudan sözün həqiqi mənasında ağappaq saçlarını bu sənətdə ağartdı. Allah rəhmət eləsin, çox böyük izlər qoyub getdi. Bu sənət camiyyəsində daima təbəssümlə xatırlayacağımız. Bu yaxınlarda deyəsən, hə? Bir 4 ay bundan qabaq Hacı Məmmədovun böyük tarzən onun 105 illiyində, yubileyində mən orada da çıxış edirdim və orada da Ramiz müəllim lap birinci sıralardan oturub tamaşaçı kimi izləyirdi. İnanırsınız, mən ilk səhnəyə çıxanda Ramiz müəllimi görəndə səhnədə nə qədər olmaya da, yəni tarın sütunlarındandır, yəni çox böyük bir izlər qoyub, yəni ən azından bir, belə deyək də, bir həyəcan gəldi. Amma onun belə xoş təbəssümü, ifaçıya baxıb, belə başını yelləyib və gözləri ilə bir xoş
bir okey verməsi bizi ürəkləndirdi və cəsarət verdi. Biz axırıncı dəfə Hacı Məmmədovun yubileyində bəli orada görüşmüşdük. İtirə gedirik. Allah rəhmət eləsin. Amma sağlığında böyük bir dəyərin aldı dövlət tərəfindən, insanlar tərəfindən. Əsas odur ki, sağlığında dəyəri verildi, dəyəri alındı. Əsas önəmlisi odur. Sənətkar ki, bu dünyada sağkən həm dövlətdən, həm xalqdan istədiyi dəyəri alır, həm də öz sənətindən o dəyərini ala bilir ki, layiqincə həm övlad baxımından, həm xalq baxımından, həm dövlət baxımından o öz dəyərini aldı bu həyatda. Allah rəhmət eləsin. Daim dediyimiz kimi dəyərli sənətkarlar daim təbəssümlə, xoş sözlərlə xatırlanırlar. Qoyduğu əsərlərə, izlərə baxaraq. Allah dünyadan köçən bütün sənətkarlarımıza rəhmət eləsin. Heç bir sənətkar əvəz eləyəcəklər. Kimsə gələcək bir tarzdan, amma heç bir sənətkar təkrar olunmur. Heç vaxt təkrar olunmur. Bir dənə idi. Heç vaxt olmayacaq ondan bir də. Eyni. Yəni sənətkarlardan bir də heç vaxt olmayacaq odur ki, sağlığında dəyər verən xalqıq, dəyərimizi həqiqətən də yaxşı sənətkara dəyər verən xalqıq, dəyər verməkdə davam eləyək inşallah. Bəli, qonağımız elə Məzahir Fikrətoğlu'nun ifasını səsləndirərkən burada reklamda aramızda danışırdıq ki, dedim siz Ağaxan müəllimin tələbəsiz, deyir ki, hədirim Ağaxan müəllim, Allah rəhmət eləsin. Yəni orada səs bəllidir artıq. O da dəyərli sənətkarlardan birisidir. Ustadımıza fürsətdən istifadə edeyim. Bu ayın 31-i də Ağaxan müəllimin nəvəsinin toyu olacaq. Xoşbəxtin övladının, qızının toyu. Onu da idarəçiliyi mənim üzərimə veriblər ailəsinə. Biz buradan göz aydınlığı veririk, təbrik edirik. Allah xoşbəxtin, Hacı xoşbəxtin balasını xoşbəxt eləsin inşallah ki. Bəli, Ağaxan müəllim də Azərbaycan musiqi, muğam sənətində silinməz iz qoyub. Bu günləri biz cavanlar da bacardığımız qədər çalışırıq ki, istər Əcəb Hüseynovun, istər Tələt müəllimin, istər Ağaxan müəllimin bu yaradıcılıqları ilə gedək. İnşallah görək harayacan gedə bilirik. Yaxşı gedirsiniz maşallah. Çox gözəl gedirsiniz. Məktəbdə, sinifində də həsil almışsınız, yoxsa ayrıca yanına gedirdiniz? Biz elə Ağaxan müəllimlə demək olar eyni kəndin adamları olmuşuq. Əmircan Xilə kəndinə, düzü Türkan kəndindəndir, amma Xilə kəndindən məskunlaşıblar. Həm qonşu olmuşuq, həm elə uşaqlıqdan ağlım kəsəndən Ağaxan müəllimin yanında olmuşam. Allah rəhmət eləsin bir daha dəyərli sənətkarımıza. İfa tərziniz o qədər eynisidir ki, deyərdim də. Yəni, çox bənzəyir ifa tərziniz. Mənə maraqlıdır. Humay Qədimova və Məzahir Fikrətoğlu yolu harada kəsişdi? Humay xanım, siz belə 100 ölçüb 100 biçən, 100 ölçüb 1 biçən demirəm, amma 100 ölçüb belə 100 biçən adamsınız. Elə görsənirəm. Öyləsiz də, çox sənətinizə qarşı o qədər siz belə. Və bir də Humay xanımı biz belə tanıyırıq da, yəni. Humay xanım gülür, qoç bürcüdüz, düzdür? Buğa, hə. Gülür. Amma bilməzsiniz ki, o harada nəyi tutacaq. Hələ ki, oklarla mənə yola verir WhatsAppda. Onu tutam, oklarla yola verir. O ok var, o ok. O bir ton mesaj yazır əməzində ok alırsan. Baxam, necə oldu Məzahir bəylə ifa etmək fikrinə gəldiniz? Məzahir qardaşımız, demək bizim əslində mənim qardaşımla uzun illərdir dostluq və yoldaşlıqları var. Hardasa bir 15 il var. Olar, 20 ildən yuxarıdır. Yəni ailəmizin belə deyək də övladıdır elə o da. Mən Humay ilə gedəndə Humay ilə balaca uşaq idi, piyaninoda zətdə çalırdı. Yəni düzdür, çox yaş yəni yoxdur, amma bizim ailədə çox olub və qardaşımın vasitəsilə. Sonra bir gün qardaşım dedi ki, bəs Məzahirlə bəs belə müraciət edir ki, bir nəsə bir yerdə bir şey eləmək. Dedim, eləyək, belə görüşdük, belə deyək də, ailə içində. İşə baxdı, əsas odur, işə baxdı, nəticən. Soruşdum ki, nə etmək lazımdır, nəyi eləmək lazımdır. Bizim bir ilk işimiz Hacı Baba Hüseynovun repertuarından olub. Şur kompozisiyasıdır. Orada həm tar ifa eləmişəm, həm də ki, udla müşahidə eləmişəm. Həm də klip çəkdirmişik. Eyni zamanda da bəli, klip çəkdirmişik və bunu sizin də artıq bir neçə vaxtı, 2 il var, 2 ilə yaxındır. Sizin də radiolarda və bir çox radiolarda və televiziyalarda da belə səslənir. Sonra elə yavaş alındı. Sonra başladı, yenə müraciət elədi ki, bəs başqa bir mahnı, repertuar, yenə də yəni xalq musiqilərindən ibarət olan, yəni təbii ki, bizim də janrımıza. Sonra bir gün dedi ki, oxuyaq. Dedim, ay qardaş, mən tarifatsiyam, yəni bu vaxta qədər düz deyə oxumuşam, mən özüm də televiziyalarda və yaxud da ki falan, amma mənim əsasən
seçdiyim mövqe hər zaman tarla və yeniliklərim tarla olub. Sonra gözəl bir duet oxuduq, ikimiz birlikdə oxuduq və ona da klip çəkdik. Belə baxırıq ki, yəni iş elə öz-özünə alınır. Gedir. Alınır. Öz-özünə bəli alınır, gedir. Biri var ki, doğrudan da bizdə belə bir vəziyyət hal-hazırda o yerdədir ki, biz heç vaxt nəyisə planlaşdırmırıq. İndi Məzahir düzdür, çalışır, özlərində, sənəti üzərində çalışır, axtarış eləyir, repertuarları atır, göndərir, seçilir falan belə. Amma elə bir ki, bizim bütün işlərimiz hamısı öz-özünə yaranan işlərdir. Hər şeyi hazır eləyir, sonra zəng vurur ki, studiyada bir dənə 1 saat vaxt varsa, bir dənə gəl onu. Elə gəlirəm, alınır, bir baxıram, görürəm ki, bir də özüm görürəm ki, radioda artıq bizi səsləndirirlər. Yəni, belə, maşallah, özü də həm istedadlı olandır. Mən onun istedadı barədə bir qısa kəlmə demək istəyirəm. Çünki bir çox insanlar var ki, lazım olan insanlar, yəni sənətə xidmət edən insanlar əlbəttə ki, xəbəri var Məzahirin sənəti və özündən və repertuarından, amma bir çoxları yəni ola bilər ki, xəbərsizdir, bəli, tanımırlar. Mən deyərdim ki, Məzahir həddindən artıq çox istedadlı, çox qeyri-adi səs tembrinə malik bir, yəni özünüz də dediniz, həm rəhmətli, Allah rəhmət eləsin, Axan müəllimin, ustadın səs çalarları var, həm də Tələt Qasımovun səs tembri var. Bir də elə bir ki, biraz kişi qaltanlı tembrli, yəni biz çoxdandandır belə bir səs tembri eşitmirik. Şəxsən mən özüm muğamda, yəni bilirsiniz ki, xalq yaradıcılığında çox oluram. Yəni bu tərif deyil. Təşəkkür edirəm, amma verdiyiniz dəyərdir, layiq deyirəm, sağ olun. Sənəti olan sözlərdir. Çox istedadlıdır. Sadəcə biraz müəyyən zaman kəsiyində gecikib, yəni xalqın tanınmasından ötürü. İndi onu da özü də deyər, amma şükür Allah hər şey qaydasındadır. İnşallah daha da uğurlu olacaq işlərimiz. Fürsətdən istifadə edirəm. Bütün bizim radiolarımıza, istər dövlət radiolarımıza, istər Yurd FM. Bugün gecikməyinə gecikmişəm, amma heç bir şey gec deyil. Bugün mənim ifalarım bizim dövlət radiolarında gedirsə, o mənim üçün ən böyük bir uğurdur. Məzahir bəy, indi maşallah çox gözəl bir danışırsınız, diyaloq eləyirsiniz. Belə başa düşürəm, mən olmasam da olardı. Elə ikimiz qəşə-qəşə qəşə o deyir, gecikmişəm, bu da deyir, gecikmişəm də radioda mahnılarım gedir, mənim üçün uğurdur. Amma Humay xanımın sözündə çox böyük həqiqət var. Çünki bu sayədə olan insanlar olaraq bilirik ki, neçə yaşınız var? 41-i keçmişəm, Döcək. 41-i keçmişsiniz. 42 sayılacaq da biraz da, hələ 41-dəsiniz. 41 yaş var və bu boyda da səs var, sənət var, təhsil var. Yəni, həqiqətən heyif deyil miydi? Haradaydınız 41 yaşa qədər? Yəni, doğrudan burada bugün məsələn siz radioda mahnınız gedir deyə kifayətlənməməliydiniz. Yox, mən sizə bir söz deyim. Bəlkə o qədər mən böyüklərimə hörmət eləmişəm. İstəyir sənətdə, istəyir səhnədə. Bizim vaxtımızda da Allah rəhmət eləsin də, indi dünyaların dəyişiblər. Utandığımdan abırhaya eləmişəm, neysə. İndi baxıram ki, demək olmayıb da, neysə. Bu muğam festivalında bir qardaşımız var, hal-hazırda əməkdar artistdir. Dedi, Məzahir, əgər o muğam festivalı olmasaydı, bəlkə mən də bu günləri hansısa bir bayağı mahnılardan oxuyub. Nə əcəb heç festivallara qatılmamışsınız muğam festivalı? Qatılmadım da, qatılmadım. Yəni, getdiniz? Yox, getmədim. Heç getmədim. 2009-cu ildə mən əslində xanəndə deyiləm. Mən klassik müğənniyəm, lirik tenor tembrinə malikəm. Sadəcə olaraq indi bu xalq üslubunda da belə indi Axan müəllimi xatırladırıq. 2009-cu ildə Azəristar yarışmasının finalçısı olmuşam. Zulüşlüdə. İlkin Dövlətov, biz bir yerdə olmuşuq, Əkən Cəfərzadə, həmin ərəfələrdə biz 2009-cu ildə. Ondan sonra biraz baş qarışıqlıq oldu da. Baş niyə qarışdı? Baş qarışıqlıq oldu bizim toylarımıza, Bakı kəndlərinin toylarından. Hə, anladım. İşin belə deyək, biraz daha pul qazanmaq, bir kişi olaraq, evdə dolandırmaq, bu qisminə keçdiniz deyə. Bu həmişə deyirəm, biz danışırıq bunu hətta ki, xanımlar üçün bu sənətdə çətindir, amma bir xanımın ev dolandırmaq kimi böyük bir məsuliyyəti yoxdur. Nə qədər olsa belə,
bu belə bir Allah bizə bu instinkti verməyib də. Yəni darıxmırıq bunun üçün. Amma bir bəy üçün çətindir. Birinci növbədə ev dolandırmağı düşünməlidir. Daha sonra sənət gəlir. Çünki onu ev dolandıran ondan başqa yoxdursa neynəsin? Kim saxlasın onun ailəsini, anasını, uşağını, həyatını? Yəni onu görüb ön planda sizə o tərəf keçir. Amma İlkin Dövlətovun adını çəkdiniz. Elə İlkin Dövlətov da o yarışmalardan sonra yoxa çıxmışdı onsuz da. Yəni kimin ulduzu harda parıldayacaq bəlli deyil. 10 il o da həvəsdən düşüb çıxıb getmişdi. 10 il. 10 il sonra Allah ona elə bir yol açdı ki, sanki heç 10 il çalışsa bu zirvəyə gəlib o çatmazdı. Odur ki, bilmək olmaz. Sizin sənətiniz və istəyiniz olandan sonra bir yerdə olduğunuz əlbəttə ki, parıldayacaq. Bunu burada Humay xanım da bilir. Yəni məşhurluq bu dinləyicilər tərəfindən təbii ki, anlayanlar bilirlər nə deməkdir. Amma anlamayanlar var ki, məşhurluğu bir belə deyim, bir lovğalıq kimi, bir özgüvən kimi. Xeyr, o deyil. Məşhurluq sənətkarın, sənətçinin daha çox insana sirayiş etmək, bəli, çatdırılmasından deyil. Yəni insan deyir ki, məni çox tanıyırlarsa, deməli çox dinləyənim var. Çox dinləyənim məni çox sevirsə, deməli mən yaxşıyam. Bir növ öz mükafatını alır onlardan. Yəni tanınmışlıq budur. Yoxsa bugün Məzari Fikrətoğlu el şənliklərində mən əminəm ki, əgər 300 adamın qabağında çıxış edirsə, onun 300-ü olmasa belə 250-si bəhbəh deyə oradan gedir. Sadəcə olaraq o sənət var axı boyda. Biraz da bu sənətdə belə bir şey var ki, yəni ən azından istedadlı insana hər zaman kimsə kömək eləyə bilmirsə motivasiya versin. İndi görünür məzarda da yəni motivasiya verən olmuyor. Hə, biraz o məzahir elə bir ifaçılardan, elə bir sənət nümayəndəsidir ki, biraz motivasiya alanda daha belə tez həvəsdən düşünəm. Həvəsdən tez düşür, biraz tənbəlləşir. Bir də ki, onun yəni yaxşı ifaçı, yaxşı istedadı da görüb onu da yəni təqdim eləmək lazımdır da. Yəni kimlərin savası bizi də yəni vaxtında məsələn mənim də sənətimi, yəni çox böyük xalq artistləri, yəni ilk olaraq mən də trio vasitəsilə gəlmişəm, qızlar üçlüyü vasitəsilə gəlmişəm. Məsəl üçün Səkinə xanım İsmailova Allah can sağlığı. Zamanında məsəl üçün dəvət eləməsəydi trio ilə bağlı iş təkliflərinə, bəlkə də elə mən də o vaxt hardasa ilişib qalardım. Yəni bilmək olmur da, o sizin dediyiniz kimi də kimin şansı harda. Bir də düzgün sənət biraz çətin qəbul olunur. İndi elə bir şeydir ki, bu amma şükür Allah indi o biraz Qəzənfər müəllim o gün qonağımız idi. Bizim böyük pedaqoqumuz, bizim ustadımız, böyük sənətkarımız, salamlayıram. Qəzənfər müəllim çox gözəl dinlədim o verilişi. Hamısını dedi orada ki, yəni biraz çətindir. Düzgün sənətlə təbliğ eləmək biraz çətindir. Kommersiya ifalardır. Bunlar nə bilim görəkdə nə olur? Yaxşı olacaq inşallah. Ən azından muğam müsabiqələrindən öncəyə bir baxaq, bir də muğam müsabiqələrindən sonraya bir baxaq. Çox gözəl bir yerdir. Biraz səbr lazımdır. O da düzələcək. Müəyyən indi dünyanın tələblərinə ayaq uydurur. Bütün dünyada bu var. Həmişə olub. Azərbaycanda da olub. Hər yerdə olub. O balans mütləq ki arada pozulur. Amma sənət və sənətkar yerində qalandan sonra narahat olmayın. Hər şey yoluna düşəcək. Ən azından Yurd FM kimi bir radio var ki, yurdumuzun musiqilərini heç bir təmənnasız səsləndirir, gənclərə qapısını açır. Küçələrə susab düşəm, küçələrə susab düşəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın, elə gəlsin, elə geçsin. Aralıkta söz olmasın, aralıkta söz olmasın.
yoxdur. Cahanda can alan çoxdur, sənin tək can alan yoxdur. Acayip hala düştüm. Acayip hala düştüm ey nigarım nazı gömzünden. Ne bir yoldu ne bir yolluk çıktı canım. Ne sağlam melde can yoktu. Mənim məndən savayı mənliyimdə bir də mən vardım. Mənim məndən savayı mənliyimdə bir də mən vardım. O mən sənsən, sənə mənlikdə özgə aşiyan yoxdur. Vəfa dərsindən Vəfa dərsindən mən hər macəradan almışam əla. Məhəbbət məktəbində bundan ağır imtihan yoxdur. Seyd ağa soruşsa yarın əhvalın necədir mənsiz? Məsal var söyləyərsən ölmüşəm bir ağlayan yoxdur. Sevgisiz bir çiçek bitmez ey könül. İnsan muradına yetmez ey könül. Sevgisiz bir çiçek bitmez ey könül. İnsan muradına yetmez ey könül. Neden bilmirəm bitmez ey könül. Başımdan sevdası ilk məhəbbəti. Nedendir bilmirəm geçmez ey könül. Başımdan sevdası ilk məhəbbəti. Başımdan sevdası ilk məhəbbəti. Yəni yox, mən onu deyim ki, doğrudan bir siz oxuyaq, Məzahir bəy oxuyaq, ancaq bunu deyirəm. Hey, bu səsi necə indiyə kimi bu niyə görə oralarda saxlayıb səsi bu Məzahir bəy? Bir tarım müşayiəti ilə milli musiqimizi bilənlər bilirlər ki, bir tarım müşayiəti ilə və radioda bu bir hansı bir studiya deyil də. Yəni buna baxmayaraq elə bir ki, heç nəsə sadə oxudu da, yəni belə deyək. Bəli. Konsert zalında müşayiətsiz oxumağa bərabərdir. Bəli. Burada bir tarla ifa eləmək. Teşekkür ederim Asif. Hamısını verdiğiniz değerdi. Minnettarım. Humayla da benim ifam doğrudan alınır. Humay
təkdardan elə bil özü canlı orkestrdir. Humayun ifasını mən ifa edəndə hiss eləmirəm ki, orada təkəm. Humay doğrudan elə bir gözəl şəkildə ifa edir ki, həm pedaqoqdur, gözəl tələbələri var. Humayun sənəti heç bunu tək mən demirəm, bunu bizim böyük sənətkarlarımız, canlı əfsanələrimiz var. Ağa Səlim müəllim var, Firuz müəllim var. Hamı şəxsi-şəxsilikdə Humay xanımın ifalarını dəyərləndirirlər. Vallahi tam səmimiyyətimlə deyirəm ki, Humay xanım ifa edəndə elə bilirəm ki, elə yanımda bir heyət var, böyük bir heyət var, böyük bir qrup var. Çox təşəkkür edirəm. Mən Zahir bəy, sözümü qəribçiliyə getdi, sözüm o tərəfə getdi. Deməli, o qədər təvəzzökar insansınız ki, icazə vermirsiniz kimsə sizi tərifləsin. Anında qarşı hücuma keçirsiniz. Amma mən sizə bir söz deyim, sizlə maşallah 41 yaşına gəlmişsiniz də. Humay xanımla da hardasa aşağı yuxarı biz də yaşıdıq. Yəni bir neçə yaş fərqimiz olar ya olmaz. Bu həyatda bir şey fərqinə varmışıq ki, insanlara özümüzü tərifləməyə icazə verməliyik. Çünki o təvəzzökarlıq bir yerə qədər lazımdır. Bir yerdən sonra çünki bəzi insanlar var ki, o tərifi eşidirlər. Heç bilmir ki, nə oxudu. Deyirlər ki, görüm, indi orada Humay nə deyəcək? Görüm, aparıcı nə deyəcək? O necə tərifləyəcək? Siz o qədər təvəzzökar, bu çox gözəl bir şeydir. Amma bu sənət biraz da, az qədər də olsa bir ego istəyir. Doğrudan heyfdir. Yəni, bu boyda sənət, səsin tembri, sənət, ürək, birinci ürəkdir. O ürək ifa eləməsə, dünyanın ən gözəl səsi də olsa, onu hiss etdirə bilmir insana. Yəni, bundan sonra biraz baxaq görə neyinirik? Yaxşı olacaq inşallah. Yaxşı olacaq. Əlbəttə 100% yaxşı olacaq. Sadəcə biraz, yenə dediyim kimi, Məzahir arada görsənir, arada o ulduzluğu tutur, kənara çəkilir. Yox, ulduzluq yox. Yəni, o təmbəllik ulduzluğudur onun. Təmbəllik ulduzluq. Motivasiyanı sevən insandır. Hər zaman, yəni, istəyir ki, ona kimsə motivasiya versin. Sanki, yəni, bütün bu özünün Allahın verdiyi istedadı sanki onda deyil. Yəni özünü bəzən görmür. Bəzən o da özünü evdə görmür. böyüdəndə elə bil. Bacarmayacaqsan deyə böyüdüblər yəqin sizi. Yox, sənlik deyil, eləmə, bacarmazsan, belə böyüdüblər yəqin. Yox, sənətdən getmirsən. Ümumiyyətlə elə valideyn var ki, övladı o qədər qoruyur ki. Yox, o yanarsan ora getmə. Bunu sən eləyə bilməzsən, sənlik deyil. Valideyn çox istədiyindən uşağını o qədər qoruyur ki, uşaqda bir özgüvənsizlik yaranır ki, yəqin mən bunu bacarmaram da, hər halda bu mən eləsəm dağılar, eləsəm sınar. Amma valideyn başa düşmür ki, çox qoruyanda da özgüvənsiz böyüdür insanları. Bəs mən istəyirəm, siz dediniz ki, mən klassik ifaçıyam. Sadəcə Ağaxan müəllimlə danışdıq və milli radiodayıq deyə milli üslubda danışırıq. Bir klassik ifalarınızdan bir balacağız eşidə bilərikmi? Olur elə? Hə, olar, nəş olmur. Əslində indi səs ona raspeb olunmayıb. Balaca da bir şey olsa. Bir gül səndərmişəm gənclik bağından, bir gülü çiçeği dərmərəm sənsiz. Kamaldın ömrümün oğlan çağından, bir bağa bahçaya girmərəm sənsiz. Belə indi canlı ifadan sonra. Çox, yəni heyfdir bu səs. Heyfdir bu səs. Məzər bəy, evlisiniz? Hə, 3 övladım var. Allah saxlasın. Mikrofona yaxın zəhmət olmasa. Allah bütün övladları saxlasın, övlad arzusunda olanlar Allah övlad qismət etsin. Bəli, ailəliyəm. Səsi var uşaqlarda kiminsə? Musiqiyə gedirlər hər biri. Hamısı gedir, üçü də. İfa yoxsa? Yox, fortepiano. Aha. Fortepiano indi hələ ki uşaqlar görək nə olur. Yaxşı olar inşallah. Humay xanım, siz nə düşünürsünüz? Nə barədə? Nətər olacaq? Hər şey yaxşı olacaq. Mən bilə-biləsiz o sual. Baş qarışmışdı. Yox, baş qarışmamışdı. Yəni bilmək istəyirdim ki, ailə məsələsi haqqında demək istəyirsiniz. Şəxsi məsələ. Yox, soruşdum ki, ailəyə başı qarışıb, maşallah 3 övladı da var, böyüyüblər artıq. Yəqin ki, ona görə biraz artıq sənəti yavaş-yavaş ön plana atmağa başlayır. Qız, deməli, kondisioner soyuducu burada kondisioner işləyirdi deyə Humay xanım çox qəşəng bir sözdür ki, bu xəstələnir artıq, diraysan onu söndür də. Yəni tarıma
Amma elə bir övladıdır da, yəni xəstələnir edir Doğrudan bu. da elədir. Söndür Yəni- onu, söndür. Hə, söndür. Yəni bu tar elə bir alətdir ki, valla mən bu yaxınlarda da şeyə gedib gələndə səfərdə idim. Bəli, təzəlikcə səfərdəydiniz. Özbəkistanda, bəli, oranın Mədəniyyət Nazirliyi ilə Milli Konservatoriyasının birgə layihəsi var idi. Ora dəvət etmişdilər və orada silsiləli konsertlərimiz Daşkənddə, Səmərqənddə və Buxara şəhərlərində oldu və eyni zamanda da tarın master klasslarını, yəni orada bizim dəyərli sənətkarlarımız Azərbaycan Respublikasının əməkdar artisti Vüqar Camalzadə və Milli Konservatoriyanın müəllimi Mahmud Salah qaval ifaçısı, bilirsiniz ki, Azərbaycanda yeganə qaval ifaçısıdır və Namiq müəllimlə bircə, yəni belə bir layihəli bir konsertlərimiz oldu. Yəni orada da həmin o sənətkarlara da deyirəm ki, yəni nəsə baş verəndə deyirəm ki, tarım, qoy bir dənə tarımı yer verir, qoy bir dənə tarım, bu tarım burada olmalıdır falan. Deyirlər ki, alətdir də belə. Deyirəm, yəni o bilirsiniz, mən ona hər zaman alətə canlı kimi baxıram. Bəli. Canlıdır da. Mənim ona münasibətim necədirsə, ifa vaxtı da onun mənə münasibəti elə olur. Yəni mən canlı ifa vaxtı demək olar ki, yəni əlimdə mənim belə deyək də yaxşı mənada mənim sevilməyimdən ötürü yaxşı mənada silahım odur. Mən ona yaxşı xidmət, yaxşı diqqət, yaxşı mənəvi baxımından demək istəyirəm də, ruhsal baxımından demək istəyirəm. Əgər özümə, qəlbimə yaxın bilirəmsə, onu əzizləyirəmsə, onunla bir daxili bir özümüz aləmimizdə bir söhbətimiz olur da, yəni alətlə sevgimi göstərirəmsə, o da məni yəni hər şey ola bilər də, səhnələrdə o qədər şeylər görmüsünüz ki, kiminsə simi qırıldı səhnədə, kiminsə mizrabı düşdü, kiminsə nə tar acıq çıxır orada. Yəni acıq çıxdı deməzdim. Yəni mənə pis baxırsan. Sənin münasibətin ona necədirsə, onun da sənə bir kəlmə deyə bilərəm ki, onun münasibəti sənə istər səhnədə, istər tamaşaçı qabağında, istər radioda, istər fərqi yoxdur, evdə məşq zamanı. Mən alətimi çox sevirəm. Bu maya ilə belə tar götürməz də, yəni. Yaxşı, onu bahalı eləyən nədir? Onu bahalı eləyən onun sədəfidir, ağacdır. Yəni bunun üzərində görürsüz sədəf işləri, o sədəf işləri də, yəni o belə deyək də zərgər dəqiqliyi ilə düzülüb. Azərbaycanda bir nömrəli mən deyərdim ki, usta var, tar ustası, Balabey usta, yəni hansı ki o usta Fransada Azərbaycan Mədəniyyət Muzeyində, evində onun əl işləri var. Bəli, əlbəttə. Eyni zamanda da beynəlxalq Heydər Əliyev mərkəzində orada musiqi, instrumental muzey ki var. Bölməsində bəli, orada əl işləri var. Bizim ulu öndərimizə də zamanında özünün işlədiyi və özünün yaratdığı bir tar alətini ulu öndərimizə bəli hədiyyə etmişdi. Eyni zamanda da Azərbaycanın vitse-prezidenti, yəni Mehriban xanıma da, yəni bu işi, yəni bu alətin işini bəli o usta görüb. Bax, bu burası nədir? Bu baş tərəfdə ağ olan. Onlar hamısı sədəfdir. Hamısı sədəf. Bəli. Bu qolunda ağ gördükləriniz. Hamısı sədəfdir. Əlbəttə. İndi Hüma xanım, o özünüz almısınız, yoxsa hədiyyədir sizə? Yox, mən özüm almışam. Pulu sahib almısınız. Bəli. 5.000 üstü var? Var. Daha çox yoxsa? 10.000 üstü? Mən onu da deməli. Yoxdan deyəcəmsə orta mənə maraqlı gəlir. Bir tar nə qədər baha ola bilər? Ona görə bir. Yəni tar var ki 100 manata da var. Yox, yəni siz bahadır dediniz. Biz yəni 5.000-10.000 arasında tar da var. Bu yaxınlarda mənə bir Gəncədən zəng gəlmişdi. Fikrət Əmirovun öz atasının tarını təklif elədilər. Bəli. Hədiyyə olaraq, satmaq olaraq. Satlıq olaraq, yəni ki, Hüma xanım bunu biz satırıq. Biz istəyərdik ki, sizin əldə, yəni bunu belə deyək də sənətə xidmət edən insanlardansınız. Biz istəyirik ki, yəni belə. Yəni onun da qiyməti elə belə çox yüksək olardı. Bəli. Sən aldınız, onu almadınız? Mənim evdə tarım çoxdur deyə, həddindən artıq çoxdur. Gözəl alətlərim var. Biraz da bəzən deyəndə də peşman olurum. Deyirəm ki, qoy deməyim. Gözə gələr. Hə, gözə gələr, alətlərim də gözə gələr. Yəni buna taxta parçası kimi kimsə hətta belə sənətə qiymət verməmiş kimi bir baxırsa da, yəni onun qiymətini deyəndə hamı belə bir anladım. Yəni sadə tarı anlamayan üçün belə üstü müəyyən dəyərli
sədəflərlə bəzədilmiş bir tarı deyəndə ən azından maddi dəyərini anlayır. Mənəvi dəyərini anlamasa belə, maddi dəyərini anlayır, bir özünü yığışdırır. Bəli, yəni. Onda o tardan müğayət olun. Biz istən bişsək də olar. Heç nə kondisiyonu yandırmıyor. O tardan bərk-bərk yapışın. Mən istəyirəm ki, yavaş-yavaş yekunlaşdırmazdan öncə bir canlı ifadə işləyək sizdən. Çünki Müzahir bəyin o qədər ürəkdən gələn bir ifası var ki, mən dinləyicilərimizin biraz da ürəyinə girsin o ifa. Bir 3-4 dəqiqə bir hardasa. Biz yekunlaşırıq. Yavaş-yavaş Nə yekunlaşmır. tez, biz indi gəlmir. Bu necə olur? Yekunlaşmır. Maşallah, siz doğrudan da Asiya xanım, sizin təqdimatınızda mən dəfələrlə qonaq olmuşam. Yəni saat hardan gəlir, hardan gedir, heç onun fərqində olmur insan. Təşəkkür edirəm. Bu da təbii ki, sizin yüksək peşəkarlığınızdan və ən vacibi qonaqpərvər, mehriban və qonağı belə deyək də, o qədər mehribançılıqla qəbul edib və yola salırsınız ki, vaxt hardan gəldi, hardan getdi, xəbərimiz olmur. Çox təşəkkür edirik. Siz hələ ifa eləyin, sağollaşacağıq. Hələ ki bir ifanızı eşidək. Aralat ellerin yanağından öp. Aralat ellerin yanağından öp. Aralat ellerin yanağından öp. Dilber senin o gülşeni güzarıma kurban yan. 14 geceli ay teki ruhsarıma kurban. Eğri kapşıma ya türde yüzer tarıma kurban yan. Eğri kaşıma türde yüzer tarıma kurban. Süzgün gözüne nergizi xumarıma kurban. Dilber senin o gülşeni güzarıma kurban. 14 geceli ay teki ruhsarıma kurban. Eğri qaşıma ya türre yüzer tarıma kurban. Süzgün gözüve nergizi xumarıma kurban ya. Ey sevgili yarıyım, ey sevgili yarıyım, ey tülfeni carım. Sen gülüzarım,
yox səbri qərarım, xəllaq və peyğəmbər və Tanrıva qurban. 14 gecəlik, 14 gecəlik ay təkir ruxsarıva qurban. Halı siyahın qara qılıb rəngi bilali, Göftar ilə bin şirin edib yəxti zülali, Əbruilərin yay təkəyi, Əbruilərin yay təkəyib göydə hilali, Yengi ayının yoxdur bu dünyada zavalı. Ey mah-ı məlalim, ey zahid cəlalıyım, sən gülüzarım, yox səbri qərarım, xəllaqinə peyğəmbər və Tanrıva qurban. 14 gecəlik ay təkir ruxsarıva qurban. Ay aman, 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 ay aman, 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 ay aman, aman, O səsinizin layiqi mükafatını insanlardan alasınız deyə Allah sizin də bu tərəfdə yolunuzu açsın. Minnətdaram, təşəkkür edirəm. Sizə mən Yurd FM olaraq bütün rəhbərliyi başda olmaqla bütün işçi kollektivinə, siz məni tanımamışdan öncə siz məni tanımırdınız. Nə mahnı göndərmişəmsə sizə, nə təslif göndərmişəmsə, təmənnasız səsləndirmisiniz. Artıq 2 ildir, Humay xanım, 2 ildir bizim musiqilərimiz, təsliflərimiz bax bu radioda səslənir. Çox böyük təşəkkür edirəm. Çox minnətdaram sizə. Allah bu zünərə bu radionun dinləyiciləri də çoxdur. Elita təbəqə, bütün zövqlü insanlar, musiqiçilər, səviyyəli musiqiçilərdən söhbət gedir. Bayağı musiqiçilərdən getmir. Səviyyəli musiqiçilər avtomobilinə oturan kimi Yurd FM. Hər kəsin maşında Yurd FM-dir. Bu özü böyük bir uğurdur və Məzahir Fikrətoğlu'nun da bəyətlərdə qeyd elədim. Əgər gördüyü işlər bu kanal vasitəsilə əgər dəyərləndirilirsə, səsləndirilirsə, bu mənim üçün böyük bir uğurdur. Təşəkkür edirəm, var olun. Siz sağ olun. Humay xanım, təşəkkür edirik gəldiyinizə görə. Biz təşəkkür edirik. Çox sağ olun. Siz hər zaman bizləri diqqətdə saxlamısınız. Şəxsən mən öz adıma deyirəm. Yəni elə Məzahir dediyi kimi mənim də musiqilərimlə bilirsiniz də, yəni Azərbaycanda, ümumiyyətlə dünyada hər zaman vokal müğənni bir addım öndə olur. İnstrumental biraz ikinci pillədə. Amma mən öz Azərbaycanımda, öz məmləkətimdə, öz ölkəmdə yəni hər zaman özümə qarşı diqqət, sənətə qarşı diqqət görmüşəm. Eyni zamanda da Yurd FM rəhbərliyinə, sizlərə, bütün işçi personalına, hamısına öz təşəkkürümü bildirirəm ki, özüm də bəzən özüm üçün də bir sürpriz olur avtomobildə. Təbii ki, mən də yəni bunu keçən səfərdə sizə demişəm. Öz avtomobildə hər zaman məndə Yurd FM-dir. Çünki burada Məzahir dediyi kimi gözəl musiqilər insanı öz belə deyək də kökünə, yurduna, öz doğmalığına, öz kökünə kökləyən musiqilər səslənir və biz də bu musiqilər içərisində böyümüşük uşaqlıqdan. İndi də yəni bunu da eşidirik və belə bir radionun da şəxsən mən bura öz evim kimi baxıram. Bir muğam mərkəzidir, bir də burada radio kimi, öz evim kimi, öz belə deyək də ata evim kimi baxıram. Çünki həqiqətən də sənətçinin, yəni onun qiymətləndirilməsi çox böyük bir mükafatdır. Mən də sizə təşəkkürümü bildirirəm. Var olun, çox sağ olun. Hər zaman sizdən özümə qarşı diqqət görmüşəm. Çox sağ olun. Minnətdaram. Siz sağ olun gəldiyinizə görə. Məzahir bəylə belə deyək, onu tanıyanlar tanıyırdı, tanımayanlar da tanış etdiyinizə görə. Yolunuz açıq olsun Məzahir bəy. Nə vaxt istəsəz radiolarımızın qapısı həmişə sizin üzünüzə açıqdır. Dəyərli sənətə dəyər verən, sənəti sənətkarcasına yerinə yetirən hər kəsin üzünə açıqdır Yurd FM-in qapıları. Çünki Yurd FM-in elə məqsədi budur. Yurdumuzun musiqi yaşasın deyə əlindən gələn idi. Rəhbərliyimizə bir daha təşəkkürümüzü bildiririk. Qonaqlarıma çox təşəkkür edirəm. Gəldiyinizə görə, əziz dinləyicilərimiz, sizə çox təşəkkür edirik bizi dinlədiyinizə görə. Vaxtınızı bizə ayırdınız. İnşallah ki, o qızıldan dəyərli vaxtınızı gözəl şəkildə keçirə bildiniz bizimlə. Özünüzə yaxşı baxın. Biz gedirik, amma gələcəyik. Qulağınız bizdə olsun. Yurd FM-də qalın.
Gəlirsən.